Salam hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən İlfət müəllim İşğəliyev. Bu günlərdə yeni bir maraqlı sualla qarşınızdayım. Demək ki, bizim bugünkü sualımız cədvəllər mövzusuna aiddir. Əgər sizin də bu mövzudan bağlı zəifliyiniz varsa, o halda YouTube kanalıma daxil olaraq cədvəllər başlıqlı video izahı izləməyi unutmayın. Videonun linkini, kanalın linkini daha doğrusu videoda yerləşdirəcəm. İndi isə nəzər salaq sualımıza. Sualda bizə bildirilir ki, verilənlərə əsasən A plus B plus C cəmini tapın. Bu tip sualları həll etmək üçün biz ilk öncə yazmalıyıq nəyi? A ilə B-nin cəmi nə qədərdir? 12. Yazıram 12. B ilə C-nin cəmi nə qədərdir? B ilə C-nin cəmi 18. A ilə C-nin cəmi nə qədərdir? A ilə C-nin cəmi də 28. Bu verilənlərin hamısını tərəf-tərəfə toplayıram. A ilə A-nı toplayıram 2A. B ilə B-ni toplayıram 2B. C ilə C-ni toplayıram 2C. Bərabər olur, sağ tərəfi başlayıram toplamağa. 30, bu da 28, bizə verir nə? 58. 2 hər birində var deyə mötərizə xaricini çıxarıram. Yerdə qalır 2 vurulsun A plus B plus C bərabərdir 58. Hər tərəfi 2-yə böldükdə isə mən nə etmiş oluram? Həmin bu 3 ədədin cəmini tapmış olaram ki, cəmi 29-a bərabərdir. Bu cəmi tapdıqdan sonra siz istədiyiniz halda istəyirsiniz C-ni tapın, istəyirsiniz A-nı tapın. Bunları rahat şəkildə tapa bilərsiniz. Necə taparsınız? AB cəmi 12-dirsə, C-ni tapmaq üçün nə edək? 29-dan 12-ni çıxarıq. Alırıq nə? 17. A-nı tapmaq üçün nə edək? B cəmi 18. 29-dan 18 çıxarsınız, alarsınız 11. Bu qayda ilə istədiyiniz hər bir ədədi laf xırdalığına qədər həll etmək mümkün olur. Video xoşunuza gəldiysə bəyənməyi və kanala abunə olmağı unutmayın. İşiniz avanda olsun. Hələlik.